Abşeron rayonunda qətl hadisəsi törədilib. Qafqaz İnfo bildirir ki, oktyabrın 9-u Abşeron rayon ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub, ibtidai istintaq davam etdirilir. Cinayətdə şübhəli bilinən şəxsin mərhumun qonşusu olması müəyyənləşib. Gəncədə isə 40 yaşlı kişi bıçaqlanıb. Qafqaz İnfo bildirir ki, 1985-ci il təvəllüdlü Seymur Bağırov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. İlkin ehtimala görə hadisəni törətməkdə onun xalası oğlu şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.